Salam yoldaşlar, hər bir salamlayıram. Bugünkü dərsdə Advanced Linux-un ikinci mövzusudur. Əvvəlki dərsdə mail server yapmışdım, amma biraz kontekst dəyişdim. Artıq yəni 5-6 7 video ilə bitirəcəm. Əsas mövzularımız bu dərs Nginx, ondan sonra proxy, LK, Greylog, Zabbix və sairə tipli dərslər olacaq. Əsaslı log mənzili dərslər olacaq. Çünki vakansiyalarda çox istənilir. Bir də ki belirledim ki bu 6-7 mövzu sonra da engineering Ansible mövzusuna geçeceğim. Yani ondan sonra DevOps derslerine gelmeye gerek. Yorumlarda da yazmıştı. Demişti ki kardeşim biri engineering dersleri olsun. İşte Ansible mevzusun ileri Ansible mevzusundan sonra DevOps'a Git, Docker ondan sonra da Kubernetes mevzusuna devam ederiz. Çox uzatmayın yoldaşlar, mövzumuz Nginx-dir. Nginx ümumiyyətlə nədir yoldaşlar? Biz RSC dərslərində Apache mövzusunu keçmişdik. Ümumi server tiplərini danışmışdıq. Content tiplərini danışmışdıq. Amma biraz geri qayıdıb yenidən danışacaq. Belə deyək ki, bizim server tiplərimizə baxanda web serverlərimiz var, application serverlərimiz var. Yani bu web serverler statik kontekst üzerinde işleyir demişti. Application serverler dinamik kontekst üzerinde işleyir. Bəs bu statik kontekst ve dinamik kontekst nedir? Statikler konkret bildiğimiz JPEG'ler, CSS'ler, zaten HTML kodlardır ki onları biz hazır page için götürür. Web server bizim qovamada çıxardır. Dinamik kontekstlər onlardır ki bunlar artıq database'lerin üzerinde işleyen məlumatlar, skriptlər, Python skriptləri, PHP, Node.js'lər vesaire bunlar artık dinamik kontekst üzerine gelir. Biz bu Nginx mövzusu deyə bilərik. Üstə bu Apache niyə keçiyor? Apache niyə? Bunlar əvvəllər Apache çox inkişaf eləmişdi. Yəni çox şey eləmişdi. Amma hal-hazırda dünya üzərində bu dəqiqə belə deyim ki, isə Nginx Apache üzərindən daha üstünlüyü var. Çünki o resurs məsələsi və bəzi temalara görə artıq Nginx bu mövzu keçib. Onu biraz Nginx-dən nisbətən Apache-nin işləmə məntiqini danışım. Sonra da Nginx üzərindən bunu danışarıq. Deməli buradan belə deyək ki, bizim buradan bir dənə Apache serverimiz var. Okay. Buraya yazaq Apache. Apache. Üçüncü yazıda nəsə belə bir şeydir. Serverimiz var burada. Okay. Burada isə belə deyək. Bizim resurslarımız var da bu bir de onu diyeyim ki virtual host mövzusuna danışmayacağım. Çünkü artık virtual host istifadə olunmur şirkətlərdə. Artıq konteyner mülki olduğu için hem de Kubernetes bunu daha güzel təmin etdiyi için artıq Nginx-də və ya Apache-nin üzərində virtual host deyilən bir şey yoxdur. Bunlar əsasən monolith arxitektura üzərindən çox istifadə olunur, daha istifadə olunmur. Həm də artıq indi DevOps-da sonra seriyə keçir və s. Həddən artıq texnologiyalar sürətli şəkildə dəyişir. Bax belə deyək yoldaşlar. Apache hər hansı bir server kimi qaldırdı. O necəsə hər bir connection üçün yoldaşlar belə eləmiyor da belə də hər bir connection üçün Apache fərqli bir prosesor. Gözəldir. Bizim serverimiz normal bir serverimiz var işləyir. Amma artıq bu request artıq da ümumi resource problemine çevrilir. Həddindən artıq böyük problemdir. Deyə bilərsiniz. Çünki kiçik artıq şirkətlərdə daha az request gəlir, daha az istifadə olunur. Böyüklərdə artıq daha çox hallarda request gəlir. Məşhur 10K var. 10K nədir yoldaşlar? Yəni ki, genel request sahip. Artı 10K qədər 10K'dan sonra Apache server özü həddindən artıq çox resurs yeyir. RAM yeyir və s. Çünki hər bir üçün fərqli prosesor. Və nəticədə biznes standartlarını pozur, ondan sonra ümumi artı maliyyə yaradır, həm də serverlərin işini çətinləşdirir, yükləmə yaradır. Bunun əvəzinə Nginx yaradıldı. Nginx də ilə yeni ilə Apache yaradıldı. Sadəcə 2004-cü ildə yaradıldı səfərimizə Nginx. Amma bu Nginx biraz məntiqi fərqlidir. Nginx Apache-nə fərqli. Apache bir üçün nə deyir? Deyir, mən 1000 dənə işim varsa, iş görəcəyimdə 1000 dənə də adam lazımdır Apache deyir mənə. Amma Nginx belə deyir ki, Nginx deyir ki, mənim 1000 dənə işim varsa, mənim 1000 dənə adam lazım deyil. Bu artıq resursdur. Məsələn deyir, bunu yeməyi yadda belə rastolu çoxdur. Amma Nginx deyir,
Mənim 4 dənə, 5 dənə, 2 dənə, 2 dənə mənim normal adamım olsa, bu qədər adamın işini çatdıra bilərəm. Əsas bir nəfər idarəçi olacaq, 2 nəfər də köməkçi olacaq. Və burada artıq Nginx-in əsas işi başlayır. Nginx-də buradan buranı silək bir dənə. Buranı silək. Burada yeni bir dənə də qaldıraq bundan. Burada artıq Nginx yazaq. Nginx daxilində deyir ki, adı belə idi. Okey, bunlar da böyle bunlara. Belə. Şöyle buradan yazaq. Master. Okey, burada worker. Bax belə işləyir ki, deyir mənim bir dənə masterim var, əsas idarəçi proses. Digərləri də workerlərdir. Mənim əsas işi idarə edən master workerim workerlar üzərində. Workerlar real gələn connectionların üzərində nəzarət edir. Artıq hər bir connection gəlib workerlərdən ibarət olur. Biz burada worker master nodlar bunu idarə edir də, düzdürmü dedik? Bəs bu worker nodlar nə qədər requestlər qəbul edir, nə qədər connection üzərində olur? Bunlar hamısı bütün bu ayarlar slash etc altında Nginx altında Nginx conf failinin altında hamısı konfigurasyonlu. Bütün bunlar buradadır. Burada müxtəlif ayarlar var. Default ayarlardan danışaq. Burada worker auto workerin ümumi resurs yeməyindən danışım. Hər bir kora görə biz yani CPU-nun koruna görə bir worker təyin olunur. Sizin 2 koruz varsa worker 2 olacaq. 3 varsa 3, 4 varsa 4. Bunu təbii ki nizamlaya bilirik. Amma out olanda hər kor sayına görə umumi konfigurasyon olur. Amma bunu konkret edə bilərik ki, bizim 2 dənə workerımız olsun. Və biz hər bir workerda burada deyə bilərəm ki, normalda 1024 hər bir worker connection dəstəkləyir. Səndə misal 2 kordusa 2048 connection dəstəkləyir. Və hər bir connection biz bağlantısını təşkil edirlər ki, deyərəm ki, burada timeout nə qədər olsun, nə qədər gözləsin. Məsələn, default 10 saniyə gözləsin istek gəlib gəlməyəndə. Ondan sonra misal 2048, 2049-cu müraciət edilən olur. Bir connection bitməsini gözlənilir, sonra yenidən connection bağlanması tərəfi. Bunların hamısı Nginx conf faylında danışılır. Ümumi hardasa bunun içində danışaram, amma ümumi buradan danışaq. Bunlar idarə etməsə bunun üzərinə eləyir. Yəni bizim bir də mərkəzi Nginx bir dənə qaldıracaq. Burada 2 dənə ümumi iş görəcək. Biz normal bir dənə Nginx sadə qaldıracaq, konfigurasiya edəcək. Daha sonra nə edəcək yoldaşlar? Daha sonra da reverse proxy rolunda Nginx-lə işlədəcək. Mərkəzdə bir dənə bizim yenə bunu göstərsəm əlimlə çəkim elə. Burada bir dənə belə edeyim. Bizim burada bütün hamısının daxil olan bir dənə rehelonumuz var idi. Okey. İçində 3 dənə vimim var mənim. Artıq burada reverse proxy eləyəm. Reverse proxy-də proxy mövzusunda danışmışdım. Artıq test proxy. Yəni mən deyirəm ki, artıq bunların IP-lərini gizləsəm də proxy artıq serverə aid olsun. Bunlardan yəni yüzlüyüm deməli, bunlardan hər birindən artıq bunu daxildən bu subnet üzərindən açacağam. Bu subnet üzərindən açacağam ki, həm də ki burada açıldıqda eyni şəbəkədə olduğu üçün bir-birlərini görəcəklər. Amma üçüncü tərəfdən bunu heç bir sorğu gəlməyəcək. Düzdür? Bunlar bağlıdır. Buna nə qəbul edəcək? Buradan mən bir dənə buradan bir dənə reverse proxy açacağam. Bunu reverse proxy açacağam. Artıq gələn bütün istəklər reverse proxy üzərindən gedəcək. Növbə ilə, yəni ki, heç bir serveri yükləmədən birinə, digər 1-ə, 2-yə, 3-ə artıq ardıcıl olaraq connection-a göndəriləcək və heç bir yüksək tutmayacaq. Bütün də idarəçi bu reverse proxy olacaq. Bu da dərsə kitləsiz olacaq. Ümumi belədir yoldaşlar. Biraz Nginx-dən danışdığım hötən icabıdır. Gəlin ilk olaraq conf faylını daxil edəcək. Biraz yəni üzümüzü çok tarafta durduğuma ya səslər gələ bilər. Üzrsə. Deməli, gəldik buradan. Gələk ilk olaraq söylək. 8-dən
Belə deyim, buradan mənim dokument faylı var burada. Belə də atacağam. Bu məndə qalsın. Amma hazır buradan artıq GitLab üzərindən proyekt yükləmişəm. Hər biri artıq GitLab üzərində olmalı. Daha məsləhətli. Nəinki nəinki şey olmalısa. Hər birinin bir slayd kimi atmaqdansa. Deməli mən buradan gəlsəm, üçüncü mövzumuzda Hapraxis olacaq yoldaşlar. Deməli buradan gəlsəm mən Advanced Linux'a deməli buradan gəlirəm Nginx-a. Okay. Burada nəyə yerəcək? Hamısını burada qeyd etmişəm. İlk olaraq əsas bir dənə biz Nginx yükləyə yoldaşlar. Update vurmayacağım çünki update məndə çox yükləmək istəyəcək. Birbaşa Nginx-i buradan yükləyək. Gəlin buradan Nginx-i başlasın yüklənməyə. Yüklənsin yoldaşlar. Okay, bundan sonra sistem enable return all Nginx. Okay. Nasıl bunu? Şimdi geri əsas konfigurasiya vim /etc altında buradan gəlib deyirəm ki, mən Nginx altında Nginx confine. O burada müxtəlif ayarlar. Burada əsas üzrə Nginx olduğunu deyir. Yəni Nginx üzərindən istifadə edəcək deyir. Ondan sonra worker process burada auto yazılır. Burada auto nədir yoldaşlar? Yəni ki, hər core sayına bizdə neçə core sayı varsa, ona uyğun da yəni burada bizə verəcək. Worker process verəcək. Errorların tipini deyir burada, hara yerləşdirəcək. Buradan əsas bütün masterin döndürmək üçün, yəni stop yazanda bu dayanmayacaq. Buradan şeydə arxa plana qalacaq worker. Onun üçün connection tam dayanmasın. Burada bit verir ki, həmin killə biz bunu söndürə bilərik. Məsələn, burada include deyir ki, buradakı datanı oxu. Yəni user share Nginx modu altındakilərin modu. Bunda deyim ki, artıq Nginx hər bir üçün, məsələn, PHP üçün fərqli moduldan istifadə edir. Java üçün ayrıdan və s. hər bir üçün ayrı şeydən moduldan istifadə edir. Həmin şeydən istifadə edə bilirsən. Misal, Java üçün web server kimi Nginx olanda arxada Tomcat dayanır. Ondan sonra Node.js ola bilər və s. ki, PHP ola bilər. Buna görə dəyişir. Buradan bayaq danışmışdım. Buradan log formatı. Ümumi biz buradan log formatını seçmişik. Seçilib burada defaultda. Deyir ki, əsas log formatı main-dədir. Yəni main budur. Ondan sonra burada deyir infa on bu təhlükəsini aktivləşir. Ondan sonra burada timeout dəyəri buradan göstərib 65. Yəni ki, üstəki bundan danışır. 1024-dən danışır. 1024 yəni hər work'un dəstələdiyi connection sayını göstərir. Burada da vesaire burada heç max size var, heç max size vesaire burada ayarlar var. Buradan çox toxunmayacağım. Yəni ki, bu qədər bir şey bizə bəsdir. Çox da dərinə getməyə ehtiyac yoxdur. Nə görə ehtiyac yoxdur? Buradan bir iki dənə danışaram. Amma əsas şeylər üçün bu qədər bizə kifayətdir. Yəni, çox da şey eləmirik. Nəsə problem olanda artıq gedib araşdırıb onun üzərindən daha da təkmilləşə bilərsiniz. Burada onu göstərir ki, burada deyir ki, əsas dokument faylı hardadır? User sharing HTML altındadır və s. buradan göstərir. Bununla eləməyəcəm, ayrı bir dənə fayl kimi kötü yönləndirəcəm yeni ilə. Ona görə çox şey eləməyəcəm. Bu fayl yoldaşlar. Bundan danışdıq. İndi nə edirik yoldaşlar? Normal bir dənə Nginx aktivləşdirəcək. Firewall üzərindən açacaq həmin servisi. Ondan sonra da nə edəcək? Bir dənə page yükləyəcək və internet üzərindən bağlayacaq. Birbaşa dokumentasiya üzərinə gedəcəm ki, özüm random getsəm, siz biraz beyniniz qarışacaq. Bunun üzərindən getmək daha yaxşıdır. Nəinki özüm random getməyim. Mən bura qədər gəlmişəm yoldaşlar. Aktivləmişəm. Ondan sonra gəlirəm mən. Firewall üzərindən aksesləri verirəm. Sistem nə deyim? Firewall
cmd tire add service hp tire permit. Bir dənə beləcək deyim ki sizə. Və bunu yazdım indi. Permit eləmədim ki düzdür. Buradan tire permit deməli nida işarəsi qoysam. Ondan sonra tire permit yazsam. Bunu gedib onun üzərinə əlavə eləyirdi yoxsa? Neyse ihtiyac yoxdur ona. Çox da nə girməyək. Permit yazarım. Bu gəldi permit olaraq aktivləşdi. Ondan sonra firewall cmd reload. Tək HTTP üzərinə göstərəcəm. HTTP ehtiyac yoxdur. Aktivləşdirdim buradan firewalldan. Ondan sonra gəlirəm. Buradan nə deyirəm yoldaşlar? İqtisadi konfigurasyon. Bir dənə conf dinin altında bir dənə fayl yaradıram ki ayrı olsun da səliqəli daha. Gəlib burada bunu açıram. Insert edirəm. Gəlib buradan deməli bunu yapışdırıram. Bunu yapışdırım indi sizə danışacağım onlardan. Burada deyir listing for 80 olsun, seviyem localhost'u. Ondan sonra location yani document file deyir user share engine HTML altındadır ki, yani buradaki oxunacaq məlumatlar buradadır. İndeksi de index HTML. Yəni index HTML faylını orada çıxacaq. Okay. Buradan saxlayaq, çıxaq. İndi biz gərək cd. Burada bizə dediyi document faylının altına user share nginx html. Elə sizdən burada default page'lərdir, yəni burada. Bunları silirəm. Özümüz bir dənə maraqlı page yükləyək. Buradan mən gəlsəm Notion'uma bir dənə free CSS tapaq buradan. Buradan free CSS hətta gələm. Buradan linkdə seçim göstərmişəm. Əslində burada var idi. Heç bura girməyə ehtiyac yox idi. Buradan göstərmişəm. Buradan sildim. Ondan sonra widget ilə gəlib bunu buradan yükləyək. Gəldi. Ondan sonra Anzip ilə bunu çıxardıram. Okey, hazır. Artıq buradan hər şey hazırdır. IP-mə baxıram. 138 IP-sidir. Gəlirəm browserdən 192 138 IP-sinə bir dənə access alıram və görürəm ki, mənim burada Nginx üzərinə bir dənə servisim, web serverim açıldı və burada görürəm ümumi sayt kimi. Bu sadə konfigurasiya yoldaşlar. Ümumi quruluşdan danışdım. Sistemi işləmədiyini də sadə qurulur. İndi nə edək yoldaşlar? İndi də biz reverse proxy edək. Yine burada qısa danışmışdım. Bir dənə də buradan sileyim. Təzədən bu sizlə bir danışayım. Bax burada dedim ki bizim burada bir dənə ümumi erhelimiz var. KVM var da. Bunun daxilində bizim bir dənə maşınımız var. Bir tane maşınımız var. Buradan indi bunlar yazaq. Node 1 Node 2 Node 3. Okey. Bu da əsas maşınımız. Bunların da IP-lərini buraya yazsam. IP-ləri 192.160.123.122'dir. Bunun budur. Bunun da IP-si 67'dir. Yəni 192.168.122. Bunun da IP-si nədir? 112'dir. Bunu da elə sileyim buradan. Neyse ihtiyac yoxdur. IP-si budur yoldaşlar. Node 1, Node 2, Node 3. Burada da əsas mənim birdən maşınımın IP-sidir. 192, 168, 122.138. Bütün maşınlar bunun daxildir. Fikir biz bu 100 yox, 122 yox, 100. Bu daxilində NAT var, NAT-ın konfigurasiyası. Yəni mən qıraqdan bir request gəlsə, bu maşınlar onu görməyəcək. Təhlükəsizlik üçün daxil edir. Okey, bunu şeydə də eləyirik. Amma bunu necə eləyirik? Eyni iki dənə subnet yaradırıq. Yəni belə deyim. Bunu şeydən necə edirik? Onu da göstərim belə qısa kimi. Belə deyək. İki dənə VPN necə yaradırıq? Şəbəkə yaradırıq subnetindən. VPN mövzusunda. Neydi? Azure-da. İlk olaraq private olur. Private'da biz misal bu maşında mənim VM1, VM2, VM3 okey belə yaradırıq.
və Vim4. Okay. Vim4-də buradadır. Gəlirəm, amma buradan bunların heç birisinin nəyi yoxdur connection-ı? Publika yoxdur. Amma publikə gəlirəm burada. Mənim bir dənə Vim4-üm var burada. Misalda indi baxın, ya da Vim1-im. Okay. Bu həm private-dadır, həm public. Deməli bu buradan bura keçə biləcək də. Amma birbaşa connection gəlsə bunun üzərinə Vim4-ə connection ala biləcək yoxdur. Demək internetə bu çıxmaq dayanıb da. Bunlar internetə çıxa bilməz. Bir dənə kim çıxa bilər? Vim1. Vim1-də bunlarla eyni sabit olduğu üçün bir-birindən əlaqə qura bilir. Və biz Vim1-də bir dənə load balancer yaradırıq. Nəticədə bu load balansı bu trafik gördüyü üçün bunu yönləndirir və biz buradan bu Nginx-dən də edəcəyik, bunu reverse proxy edəcəyik. Artıq daxili VM'lərin IP-si görsənməyəcək, bir dənə üstdəki publicin IP-si görsənəcək və daxili serverin yükünü də alacaq və həm də təhlükəsizliyini təmin edəcək. Sistem belə olacaq. Gəl özündə başlayaq. Deməli, buradan mən ilk olaraq gəlim bu failini sileyim, orada heç nə görsənməsin. Buradan rm yazım. Sili etisi altında, Nginx altında, conf altında bunu sile. Okay. Gəlsəm bir dənə refresh atsam. O document failini oradan oxuyur. Şey kimi. Ona görə defaultdan ki açamıyor. Yerim elə filesəm elə. User sharing. Sən buna ehtiyac yoxdur silmə, qalsın belə. Çünki biz onun daxilində konfigurasiya dəyişiklik. Deməli mən buradan bir dənə system cd restart Nginx yazsam elə. Gəlsəm buradan baxsam artıq açılmayacaq. Gördük ki açıldı. Niyə açıldı? O default şey götürülür. Yəqin ki user share Nginx HTML altındakilerin hamısı sil. Mesela görsəm. Ehtiyac yoxdur əslində bu silmə. Nəsə bu qalsın burada. Silindi amma yenə qalsın. İndi biz nə edəcəyik yoldaşlar? Mən Virts'dən gəlirəm KVM-ə. Start 1 3 dənə deyimi qaldırıram. 2 3 video çox uzun olmayacaq. 2 dəqiqə. Buradan 3 dənə deyimim artıq qalxdı yoldaşlar. Konfigurasiyada. Mən buradan gəlib deyirəm ki SSH-dan qoşular ilk olaraq bu bizim hər bir maşınımıza. Bunlar açılmağında olsun. Bir dənə açılsın, ondan sonra qoşulaq biz. Bir şey vaxt çəkəcək. Ondan sonra biz bir dənə 3 dənə connection açaq buradan. Bizim əsasımızda okey. Buradan SSH Orxan içərisi 190 belə yaza bilərəm. 122.node 1-ə qoşuluram arkadaşlar. Belə açılmayıb bir. Elə açılmayıb. Bakalım buradan yoldaşlar. Okey. Yazıram. Şifremi yazıram. Orxan 887. Buradan gəldim bura. Ondan sonra mən burada deyirəm ki burada da Nginx'in hər birini burada yükləyir. Ya bu hissəni qurtarmışıq. Gəldi ikinci hissə. Bunu deyəcəydim HTTPS-dən necə edə bilərsiniz yoldaşlar? Bura qədər HTTPS yönləndirmə. Burada hər bir trafik yazmışam. Belə edib konfigurasiya edəcəksiniz HTTPS-dən. Realda da kimsə daxildə sayt qaldırmaq istəsə HTTPS üzərindən. Buradan sadəcə domainin SS almağa buradan konfigurasiyasını yazırıq buradan. Bunları alırıq. Burada bir dənə nə edəcək? Sadəcə biz öz VPS-imizdən yönləndirməliyik ki, bu IP-yə bunu yönləndirsin. Ondan sonra artıq VPS üzərindən yönləndirmə A-record yazılandan sonra artıq tam hazırdır. HTTPS üzərindən yönləndirmə edə bilər. Kimsə praktik edərsə bunu atacağım, elə HTTPS üzərindən edə bilər. Amma biz reverse proxy edəcəyik. Gələk reverse proxy. İlk olaraq Nginx-i yükləyək. Buradan orta keçək. Orta keçək. Nginx yükləyək buradan.
Ondan sonra Nginx 3 sevdikten sonra aktifləşdirəcək buradan. Ansible ona görə nə yaxşıdır? İndi 3 dənə maşında hələ biz çox sevirdik. Üçünə də eyni komanda eyni vaxt göndərir və icra edir və nə icra olunmadığını, harda problem olduğunu log kimi bizə göstərir. O cəhətdən çox yaxşıdır Ansible. Təsəvvür 3 dənə maşında bu deyirsə, bir 50 dənə maşın, 100 dənə maşından olar böyük klaster mühitlərində. Onda baxsınlar. Ansible DevOps-un da işinə düşür. Mən çox amma sistem administratorlarının çox işinə gəlir. Çünki DevOps-lar hazır mühitin üstündə işləyir də. Hər şey qalxıb, onun konfigurasiyası, Kubernetes işləyir və s. Amma sistem administratoru həmin maşınları nəzarət edir, monitorinq və s. baxır. Düzdür, K-də də monitorinq var, DevOps-da da var. Ne deyir? Hmm. Niye güzel? Nerede problem verici bize? Var oldu. Mesela bunu elədik yoldaşlar. Sonra gələk bunu servisi aktivləşdirək. İşimiz yazaq. System, stil, enable. Bu tabi işləmir. Sürü sayı deməli sistem, stil, enable. Burada 5 konfigurasyon işləmişəm yəni. Aktivləşdirdi. Ondan sonra gəlirəm mən buradan. Firewall'u hər bir üzərindən söndürürəm. Firewall'u HTTP üzərindən açıram. Firewall, cmd, add, sir. Bunu elimizle yazmalıysa neyin kendine yazmalı olarak kopyalaya geçsin. Firewall'u bunun üzerinden yapıştırıram. Firewall açıldı. Ondan sonra VM2 üçün buradan yazıram ki buradan İngiliz HTML içindeki İngiliz HTML içinde bunu silsin. Bu mən VM2'ye mi yazsın ki orada biz load balancer reverse proxy rolu oynayanda biz onun dəyişdiyini görə bilərik. Okay. Geldik. Bundan sonra buna işimiz tutardı. Gəl ikinci VM-ə. SSH 192 168 122.67 yes oradan 87 gələk burada keçək su yazay Orxan 887 yazar. Ondan sonra buradan gələk deyirəm ki Nginx yükləyək. Yükləyək. Evet. Bunu açtım yoldaşlar. Nginx yükləyək. Okay. Aktifləşdirən Nginx-i. Ondan sonra yine firewall'u da gələk bunu aktifləşdirək.
Güzel. Artık bu maşından da bir tane bu sözü yazdırak ki orada görsənəndə bu yazı görsənsin. Okay. Hemen gəlsəm hər birini atsam indi. Kod 192, 168, 122 nöqtə misal 222 80 punktuna kurul etsəm mənə bu cavab qaytarır. 67-ni də qaytarsam mənə 23 qaytarır. İndi keçək 4-ə. Buradan SSH 192, 168, 122.112'ye yes or 87 sudosu yazar. İstiyor buradan rota, buradan da en ile gel bir index işleri. Index buradan subscription manager. Okay. Snapchat'tan qayıtmış ha dostlar. Ona görə belədir. Ya Snapchat'tan qayıtmam yanına görə deyirəm ki, belə oldu. Qeydiyyatda buradan kavram eləyəndə bunları qeydiyyatda keçirmişəm. Ona görə buradan bizdən yeni qeydiyyat istəyir ki, RTF'nin öz daxili repolarından istifadə edə bilər. Yoxsa belə bağlı gəlir. İstifadə edə bilər ya Alman Xerox'in repolarına istifadə edə bilər ya amma hazır elə username ilə password yazdım. Keçid də burada. Okay. Ondan sonra gərək firewall general accessləri verək bu marjında da. Gözəl. Successləri aldım. İndi də buradan VM4'ü buraya yazdıraq. Ya da deyək ki, mən VM1'i. Elə 4 kimi yazdıraq gitsin. İndi gəlsəm kurul eləsəm. 192, 168, 120.112 2 80 portuna. Okey. Gəlib 122 atsam. Okey. Özür dilərim yoldaşlar. Deməli burada da 67 atsam. Okay. Hamısından çıxıb. Amma mən gəlsəm buradan 192, 168, 123 nöqtə 122 atsam. Mənə buradan heç nə vermir. Çünki onlar ayrı sabit. Daxilin adından da. Və indi gəlir burada load balancer quraq. Şimdi bunlar gəlib 138 üzərindən reverse proxy ilə internetə çıxa bilsin və bunların IP-si də gizlənsin. Həm də proxy-ni təmin edir. Həm də load balancer rolu oynasın. Reverse proxy belə deyək. Deməli, gələk buradan artıq bu maşınlarla işimiz qalmadı. Mən buradan text yazıb çıxıram. Görürəm. Yazsam. Nice. Gəlin buradan sudo su yazıram. Gəlirəm buradan yoldaşlar. İngilis quraşdırmışam. Bunlara ehtiyac yoxdur. Firewall akseslərini görürəm. Burada vermişdim və yox. Vermişdim də amma. Firewall vermişdim. Gəlin buradan bir dənə comptinin altında bir dənə belə bir fayl yaradıram. Balance curve. Insert eləyək. Ondan sonra burada şeyləri yapışdırıram. Copying eləyim danışacağım indi bunu. Mən burada deyirəm ki, sadəcə load balancer klasları oyna. Bu IP-lərin çıxışından gəl bir dənə qutu yarat. Load balancer klası qutusu burada yazılıb. Onu bura yönləndir. Burası buradan bir dənə gəlin bu IP-ləri düzəldin. Deməli 122.222
123.67 123.112 güzel yaddaşa da çıktı. Ondan sonra sistem restart Nginx'i güzel. Gəlirəm buradan artıq saytdan 138'i refresh edəndə hə mən sadəcə ən sonda şey vermədim. Linux üzərindən kontekst seçible üzərindən verməliyəm ki, artıq HTTP üzərindən digər maşınlarla danışa bilsin, ötürməni eləyə bilsin. Buna görə buna yazsam. Okay. Ondan sonra gəlirəm mən buradan refresh edirəm. Mənə deyir ki, mən VM4-əm. Artıq neçə 3-cü VM tərəfini göstərdi. Ondan sonra deyir mən VM3-ə. Mən VM4-əm, VM2-əm, VM. Bak bunun üzerinden göster. Biz burada niye dedik? Ama bu üstüne elədik də biz düzdür. Bir deyəndə ki, bir xeyli resurs yiyəcəkdə baxmırız da hər birində bir kernel var burada. En azı burada 4 dənə kernel var. Konfigurasiya edibsən, müəyyən resurs yiyəcək, müəyyən orta səviyyədə resurs yiyəcək. Okay. Biz amma bunun üzərinə eləməyəcəyik normalda. Sadəcə bir dənə maşınımız olur. Docker yükləyirik yoldaşlar. Image-i yükləyirik Nginx-in. 3 tane konteyner kaldırıyoruz o ümitdə. Ondan sonra bunu 3 tane konteyner kaldırıp bunu konfigürasiyaları ve load balance edilir. Şimdi diğerler şey onları göstermedi. Bir konteyner mövzusunu kesmemişik, Docker'a çok girmemişik. Ona göre çok toxunmaq istemedim. Ama umumu budur. Deməli, indi bununla da artıq bu hissə bitdi. Ümumi etdik bu dəstək yoldaşlar. Ümumi Nginx-in nəzəri hissəsindən biraz danışdıq. Ümumi web serverlərdən, application serverdən qısa danışdım yenə. Ondan sonra danışdığım sağda bir dənə Nginx-in konfigurasiya elədik, göstərdi bir şey kimi asdı orada. Ondan sonra da son olaraq bir dənə reverse proxy elədik, artıq load balancer rolunu oynadı və həm 3 dənə maşının IP-sini də gizləndi, trafikini təhlükəsiz elədi. Əsas bir dənə bizim maşınımız bütün trafiki load balancer ilə reverse proxy üzərindən yönləndirdi. Bu da Nginx mövzusu idi yoldaşlar. Artıq Advanced Linux ikinci dərsi idi. İndi bundan sonraki yəqin ki Aproxy olacaq. Nəsə, belə artıq 5-6 dərsdən bu Advanced Linux mövzusunu bitirib enginə keçərik. Oldu yoldaşlar. Allah'ım onda görüşene kadar.